Bax, mən bu resepti axtarırdım. Çoxlu resept sınasam da üzəri xırçıltılı boyatlamayan vaflini tapmırdım. Yumurta, şəkər tozu, kərə yağı, südlə xəmir eləyirəm. Dəqiq qramları mətndə yazmışam. Yaddaşda saxlamağı unutmayın. Amma mütləq xəmiri ən azı 20 dəqiqə gözlədirəm. Vafli aparatına bitki yağı çəkib, orta dərəcədə bişirirəm. Çalışın qəlbi tam doldurasınız. Cürbəcür vafli aparatlarını isə Trendyoldan sifariş eləyə bilərsiniz. Topladığım linkləri Trendyol səhifəsi paylaşacaq. Keçid eləyib mütləq eviniz üçün alın. Onlara sürpriz olsun deyə süd, şokolad, kakao ilə isti şokolad da hazırlayıram. Üzərinə marshmallow da atdım ki, sürpriz olsun. Sizi bilmirəm mən, amma vaflini şokolad və meyvəsiz təsəvvür eləyə bilmirəm. Karamelizə olmuş marshmallow ilə təqdimat tamamlandı desəm, razılaşarsınız mənimlə. Bu reseptdən sonra uşaqlar başqa yerdə vafli sifariş etmirlər. Çünki ən düzgün resepti artıq mamaları tapıb. Tapan kimi də tez video çəkdim ki, hamınız üçün faydalı olum. Qış tətilində mütləq hazırlayasınız. Bəs sizin tapdığınız ən ideal resept hansıdır?